Bismillahirrahmanirrahim. Allah Teala ibadə itaətlərinizi ali dərəcədə qəbul eləsin. Allah Teala Qurani Kərimin Səbə surəsinin 39-cu ayəsində buyurur: "Və mə ənfaqtu min şeyin fəhuvə yuxlifu." Hər nə Allah yolunda yaxşılıq eləsəniz, mükafatı vardır. Bu yaxşılıq istər kiçik olsun, istər böyük olsun, hamısının əvəzi vardır. Allah Teala buyurur ki, "Fəhuvə yuxlifu" və onu geri qaytaracaqdır. İstər kiçik olsun, istər böyük yaxşılıq olsun. Bəzən suya düşmüş kiçik bir yarpaq bir dəstə qarışqa üçün bir dənə gəmi ola bilir. Həyatımızda da bu cürdür. Kiçik bir yaxşılıq başqalarının həyatını xilas eləyə bilir. Biz bəzən fikirləşirik ki, böyük yaxşılıq eləmək lazımdır, böyük infaq eləmək lazımdır. Amma əksinə, bəzən də kiçik bir yaxşılıq başqasının həyatını xilas eləyə bilir. Misal üçün, bəzən görürsən, bir dənə yaranın üstünü bağlamaq üçün bir dənə ədyal yox, kiçik bir cuna kifayətdir. Ona görə rəvayətlərdə gəlib ki, heç bir yaxşılığı kiçik saymayın. Sizin köməyinizə o kiçik yaxşılıq çata bilər.